Salam, kanalıma xoş gəlmisiniz. Coğrafiya 6-cı sinif yeni dərslik səhvə 18-19-a baxacaq bugün. Yeni mövzuya keçirik. Məkanın miqyası. Biz bugün sizinlə ətraf mühitin çirklənməsi, xüsusən də havanın çirklənməsi mövzusuna toxunacağıq. İlk növbədə onu deyim ki, yadınızda saxlayın. Hansı ərazilərdəki əhali daha çoxdur? Yəni insanlar daha çox məskunlaşıb, həmin ərazilər daha çox çirklənməyə məruz qalır. Niyə görə? Çünki insan yaşayıb yaratdıqca ətraf mühitə də təsir etməyə başlayır və bu təsirin nəticəsində də hava, torpaq, su çirklənməyə məruz qalır. İnsanların daha çox məskunlaşdığı ərazilərdə avtomobillər artır, sənaye obyektləri artır, meşələr qırılır, tullantılar çoxalır və nəticədə problemlərin miqyası da getdikcə genişlənir, getdikcə dərinləşir. Müasir dövrümüzdə ən çox çirklənməyə məruz qalan ərazilər burada xəritədə də göstərilib. Cənubi Asiya və Şərqi Asiyadır. Bu regionlardır ən çox çirklənməyə məruz qalan regionlar. Buna da səbəb həmin ərazilərdə insanların daha çox məskunlaşmasıdır. Ölkələri misal gətirsək, Çin, Hindistan, sonra Pakistan, Banqladeş kimi ölkələr, həmin bu ərazidə yerləşən ölkələr əhalisinin sayı çox olduğuna görə həmin ölkələrdə çirklənmə problemi daha çoxdur. Son məlumatlara baxsaq, Pakistanın ikinci böyük şəhəri olan Lahor dünyanın havasına görə ən çirkli şəhəri hesab edilir. Dərsliyinizdə də Lahorun görüntüsü var. Burada şəkildə göstərilib. Burada da hava çirkliliyinin xəritəsi var. Pakistan dövlətinin hava çirkliliyinin xəritəsi var. Burada ən çirkli görürsünüzmü? Lahoru göstərib. Yəni bura baxsaz şərt işarələri asanlıqla oxuya bilərsiniz. Burada ən çirkli şəhər Lahoru göstərib. Həqiqətən də Lahor havasına görə son məlumatlara baxsaq, Pakistanın eyni zamanda ikinci böyük şəhəridir. Dünyanın havasına görə ən çirkli şəhəri hesab edilir. Buna da səbəb Lahorda 13 milyon əhalinin yaşamasıdır. Buna görə də avtomobillər sayı artır, meşələr məhv edilir. Yəni insanlar səbəb olur bu hava çirkliliyinə. Bəs bütün bunlar haqqında nəsə bir tədbir görülürmü? Bəli, görülür. Bu ölkələrin hökumətləri tullantısız texnologiyaya keçməyi, çoxlu ağacların əkilməsini, havanın təmizlənməsi ilə bağlı qanunların sərtləşdirilməsi və sair kimi tədbirlər həyata keçirir. Amma tək bu ölkələrin tədbir görməsi də bəs etmir. Çünki problemin miqyası böyüyür və qlobal miqyasa çevrilir. Qlobal miqyasda yəni bütün dünyanı əhatə edir də. Yəni bu problem artıq bütün dünyanın problemi olmuş olur. Buna görə də hər birimiz ətraf mühitə qayğı ilə yanaşmalı, onu mütləq şəkildə qorumalıyıq. Siz indi burada məlumatlar verib, o məlumatları oxuyursunuz, xəritələrə də baxacaqsınız. İndi biz fəaliyyət hissəsinə keçirik. Fəaliyyət hissəsində suallara baxacağıq. Birinci suala baxırıq. Hesabatdakı mətnə əsasən suallara cavab verin. Burada hesabat bölməsi var. Gəlin onu oxuyaq, görək nə deyir. Yer kürəsində havanın keyfiyyətinə nəzarət edən şirkətlərdən birinin hesabatına görə 2022-ci ildə dünya əhalisinin təxminən 90%-i sağlamlıq üçün ziyanlı olan hava çirklənməsi ilə üzləşib. Hesabatda 2022-ci ildə ən çox çirklənmiş məkan Pakistanın Lahor şəhəri müəyyən edilib. Lahorda havanın çirklənməsi durmadan artır. Çirklənmiş hava şəhəri dumana bürüyür. Baxın, burada da göstərib. Dumana bürüyür. Nəticədə bəzi hallarda təyyarə uçuşları dayandırılır, böyük yollar bağlanır və vətəndaşların sağlamlığına ciddi ziyan dəyir. Ümumdünya Səhiyyə Təşkilatı şəhər havasının təhlükəli çirklənmə səviyyəsi ilə bağlı bir sıra tövsiyələr vermişdir. İndi baxaq görək nə deyir. Bu yazıda hansı çirklənmədən bəhs olunub? Təbii ki, bu yazıda havanın çirklənməsindən bəhs edilib. Siz hansı çirklənmə növlərini tanıyırsınız?
Təbii ki, havanın çirklənməsi, suyun çirklənməsi, torpağın çirklənməsi, səs-küy, bütün bunlar hamısı çirklənmələrə səbəb olur. B variantına keçirik. Çirklənmənin səbəbi nədir və onun hansı mənfi təsirləri vardır? Səbəblərə gəlsək, çirklənmənin səbəbləri bayaq da dedik, əhali sayının çoxluğu, nəticədə meşələrin qırılması, sənaye obyektlərinin çoxluğu, nəqliyyat vasitələri, məişət tullantılarının çoxluğu, kənd təsərrüfatı və sair kimi səbəblər çirklənmənin səbəbləridir. Bəs mənfi təsirləri nələrdir? Mənfi təsirlərə gəldikdə stressli həyat şəraiti, ətraf mühitin korlanması, təbii fəlakətlərin artması, xəstəliklərin artması və bir çox səbəbləri daha göstərə bilərik. Keçdik C variantına. Sizcə Ümumdünya Səhiyyə Təşkilatı hansı tövsiyələri verə bilər? Hansı tövsiyələri verə bilər? Qlobal əməkdaşlıq ola bilər də. Yəni tullantıların təmizlənməsinə aid aksiya və ya maarifləndirmələrin aparılması, çirkləndirməyə görə qanunla müəyyənləşdirilmiş cəza sisteminin tətbiqi, qeyri-hökumət təşkilatlarının yenidən bərpa proqramlarının tətbiqi, dövlət tərəfindən ətraf mühitin qorunması layihələrinə vəsaitlərin ayrılması və sair kimi tədbirlər görmək olar. Sonra ikinci suala baxırıq. A şəklinə görə sualları cavablandırın və tapşırıqları yerinə yetirin. Burada biz A şəkli bunu görürük. Lahor şəhəridir bura. Lahorda çirkli hava şəraiti. Bizə nə deyir? Şəkil haqqında nə deyə bilərsiniz? Şəkildə havaya atılan zərərli tullantılar nəticəsində şəhər üzərində qalın dumanın əmələ gəldiyini görürük. Bu da insanların gündəlik həyatını çətinləşdirir. Keçdik B variantına. Şəklin yerləşdiyi yeri B xəritəsində tapın. Baxaq görək. Lahor şəhəridir. Lahor da buradadır. Bayaq göstərmişdik. Burada. Sonra C variantına keçirik. B xəritəsində havanın çirklənmədiyi ərazilərdə əks olunmuşdur. Sizcə xəritədə bu ərazilər nə üçün təsvir olunub? Havanın çirklənmədiyi ərazilər bu yaşıl sahələrdir. Şərti işarəyə əsasən biz oxuya bilirik. Baxın, bu yaşıl ərazilər təmiz, havası təmiz olan ərazilərdir. İndi bunun səbəbi nədir? Çünki bu ərazilər dağlıq sahələrdir. Hündür sahələr olduğuna görə əhali burada az yaşayır. Ona görə də təbii ki, havası təmiz sayılır. Üçüncü suala keçirik. C xəritəsinə əsasən, C xəritəsi hardadır? Aha, burada. Bir dəqiqə. Buradadır. Aha. Tapşırığı yerinə yetirin və sualları cavablandırın. Havası ən təmiz olan ilk 3 ölkənin adını söyləyin və bu ölkələri xəritədə göstərin. Deməli, havası ən təmizi deyir Yaponiya. Bax, görürsünüzmü? Burada təmiz havanın şərt işarələri var. Rənglərə uyğun göstəriblər. Yaponiya, birinci Yaponiyadır. Baxın, burada da Yaponiyanı göstərmək olar. Sonra Singapurdur. Üçüncü isə Filippindir. Hətta bu ölkələr biz gəlin xəritədə, atlasımızda daha rahat şəkildə göstərək. Görünür. Aha. Baxın, Yaponiya. Havası ən təmiz olan birinci ölkə. Sonra Filippin, bir də Singapur. Singapur buradadır. Baxın, görsənir. Aha, Singapur buradır. Kiçik dövlətdir. Filippin, burada Filippin dövlətidir. Yəni, göstərdiyi xəritədə də havası ən təmiz olan 3 ölkə idi. Sonraki suallara baxırıq. Havası ən çirkli olan ölkələr hansılardır? Bu ölkələrdəki havanın çirkliliyi hansı ölkələr üçün təhlükə yaradır? Gəlin baxaq. Bax, burada göstərib. Havası ən çirkli olan ölkələr Bangladeş. Yenə bizdən 3 ölkə demir, ümumiyyətlə ölkələr soruşur. Pakistan, Hindistan, bu 3 ölkəni biz deyək, ən çox bu ölkələrin havası daha çox çirklənib. Sonra nə demişdi bizə suallarda? Aha, bu ölkələrdəki havanın çirkliliyi hansı ölkələr üçün təhlükə yaradır? Əlbəttə ki, onlara qonşu olan ölkələr üçün təhlükə yaradır. Misal üçün, Hindistan dediyi havası çirkli, ən çox çirkli olan ölkələrdəndir.
Hansı ölkəyə daha çox təhlükə saçmış ola bilər? Bu Çin ölkəsidir təbii ki. Qonşuluğunda yerləşən ölkələrə daha çox təhlükə yaradır. Misal üçün Çini deyə bilərik, Hindistana qonşu olan ölkə kimi. Sonra burada Pakistan. Pakistana qonşu olan ölkələrdən hansılar var? Onu xəritədə yenə göstərək. Baxırıq, Pakistana qonşu olan ölkə misal üçün Əfqanistana mənfi təsir etmiş ola bilər bu hava kirliliyi və ya İranın bu hissələrinə təsir etmiş ola bilər hava kirliliyi. Sonra Banqladeş. Banqladeş buradır. Yenə Banqladeshdə Banqladeshlə qonşu olan burada Myanma ölkəsi var. Ona təsir etmiş ola bilər. Sonra Hindistanla qonşu olan Nepal var. Hindistanın havasının çirkliliyi Nepala da təsir etmiş ola bilər və s. Keçdik növbəti suala. D şəklinə, D şəkli budur. İstinad edərək qlobal, üzr istəyirəm, tapşırıqları yerinə yetirin. A. İki qitə seçin və qlobal istiləşmə səviyyəsinə görə onları müqayisə edin. Deməli, gəlin seçək. 2 dənə qitə seçək. Misal üçün Cənubi Amerika qitəsi, bir də Avrasiya, köhnə adı ilə Avrasiyadır. Ancaq belə desək, qitə olaraq desək, biz Avropa qitəsini götürək misal üçün. Avropa qitəsi və Cənubi Amerika qitəsi arasında qlobal istiləşmənin yayılmasına görə nə kimi fərqlər var? Avropada daha çox qlobal istiləşmə vardır. Çünki qırmızı daha çox göstərir, temperatur artımını daha çox göstərir. Bura qırmızı ərazilər. Hansı ərazilər ki, daha tündür, qırmızının tündlüyü artdıqca qlobal istiləşmə də o qədər çox artır. Avropa kəskin vəziyyət Avropada kəskindir. Cənubi Amerikanın ümumi dağlıq sahələrində biz nə görürük? Görürük ki, qlobal istiləşmə daha azdır. Çünki bura dağlıq ərazilərdir. Yenə də deyirəm, əhali harda daha çoxdursa, orada çirklənmə də çox olacaq. İstilik də, qlobal istilik də daha çox olmuş olacaq. Yəni Avropada vəziyyət gərgindir, amma Cənubi Amerikanın dağlıq hissəsində nisbətən daha yaxşıdır. Avstraliyada və ya Avstraliya ilə Asiyanı da müqayisə edə bilərik. Avstraliyada demək olar ki, qlobal istiləşmə minimum səviyyədədir. Ancaq Asiyada yenə insanların daha çox məskunlaşdığı ərazi olduğu üçün burada qlobal istiləşmə daha çox olmuş olacaq. Sonra B variantına keçirik. Qlobal istiləşmənin lokal, regional və qlobal təsirlərini müzakirə edin. Deməli, lokal ərazilər kiçik ərazilərdir. Lokal ərazilərdə nə var? Quraqlıq olur, xəstəliklərin artması ola bilər. Regional miqyasda desək, sel və daşqınlar, temperaturun normadan artıq olması, qlobal miqyasda desək, buzlaqların əriməsi, canlıların məhv olması, iqlim dəyişkənliyini deyə bilərik. 5-ci suala baxırıq. Hər hansı çirklənmə növünü, hava, su, torpaq seçin, onun lokal, regional və qlobal miqyasda təsirlərini müzakirə edin. Hər hansı bir çirklənmə növünü müzakirə edə bilərik. Məsələn, su. Su mənbələrinə aid çirklənməni müzakirə edə bilərik. Lokal ərazidə yerləşən sənaye müəssisəsi çirkli suları çaylara axıdır. Çaylarda bir neçə ölkə ərazisindən keçərək, yəni tranzit çay olduğuna görə bu regional miqyası olmuş olacaq. Dəniz və ya okeana axaraq qlobal miqyasda çirklənməyə səbəb olur. Sonra 6-cı suala baxırıq. Ölkəmizdə lokal və regional miqyasda rastlaşdığımız çirklənməyə aid nümunələr göstərin. Siz bu suala öz yaşadığınız yerdə olan problemlərə uyğun cavab verə bilərsiniz. Məişət tullantılarına lokal miqyasa nümunə gətirə bilərsiniz. Regional çirklənməyə, neftlə çirklənməni gətirmək olar. Torpaqların çirklənməsini nümunə gətirmək olar və s. Belə. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı video olmuşdur. Ümid edirəm ki, bu videonu bəyəndiniz. Əgər bəyəndinizsə, bəyən butonuna basmağı unutmayın. Kanala da abunə olun ki, daha çox şagird bu videolardan faydalansın. Hər birinizə uğurlar arzu edirəm. Təşəkkür edirəm. Sağ olun.